Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Sonra müəllif Rəhməhullah buyurur ki, Bəbu mə cəə fi munkiril qadar. Yəni, qədəri inkar edən barədə nə gəlib? Və qədər mövzusu bilirsiniz ki, imandandır. İmanın əsaslarındandır. Düzdür, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, iman 60 və 70 neçə mərtəbədir. Ən yuxarı mərtəbəsi la ilahe illallah, ən aşağı mərtəbəsi insanlara əziyyət verən bir şeyi götürüb kənara qoymaq və həya da imanın bir mərtəbəsidir. Lakin həmçinin iman rükünü var, əsasları. Hansı ki, onun üzərində durub, o da 6-dır. Allaha iman, Peyğəmbərlərə iman, mələklərə iman, kitablara iman, axirət gününə iman, qədərin xeyrinə və şərrinə iman. Və qədərin xeyrinə və şərrinə iman, yəni imanın əsaslarındandır və müəllif də rahiməhullah bu məsələni getirir, onu inkar edən barədə. Yəni, inkar demək küfürdür. Çünki imanın o 6 rükününə inanmayan, birinə inanmayan küfürdür. Və imanın 6 rükünü qardaşlar deyəndə Allaha iman bilirsiniz ki, iman gətirməyə lazımdır ki, Allah var və iman gətirməyə lazımdır ki, Allah subhanət hələ Rəbdir, hər şeyin xaliqidir, ruzu verən odur. Həmçinin iman gətirməyə lazımdır ki, Allaha iman. Həmçinin iman gətirməyə lazımdır ki, ibadəti layiq odur yalnız, ondan başqa ibadəti layiq haqq məbudu yoxdur. Həmçinin Allaha imana daxildir, Allah subhanət hələ gözəl isim və sifətləri var. Necə gəlib o cür qəbul eləmək? 4 dənə şərtlə. Allaha iman budur. Həmçinin mələklərə iman, mələklərə də iman odur ki, mələklər var, sayın Allah subhanət hələ başqa heç kəs bilmir və onlar Allah subhanət hələ yalnız ibadət eləyərlər, asi olmazlar, onlar mələklərə imandır. Həmçinin onların elələri var ki, Allah-u Teala bizə xəbər verir, Peyğəmbər sallallahu aleyhi ve sellem bizə xəbər verir. Məsələn, Cəbrail, Mikail, İsrafil, ölüm mələyi, məsələn, Malik, Münkər, Nəkir və s. və s. O mələklərə iman. Aydındır, məsələn, tutaq ki, ne üçün bunlar qeyd edirəm, qardaşlar? Məsələn, biri deyir ki, mən Allaha və mələklərə iman gətirmişəm, ancaq Cəbrailə iman gətirməmişəm. Bu iman düzgün deyil. Aydındır, iman gərək, kamil iman babudur. Həmçinin Peyğəmbərlərə kim iman deyəndə, bütün Peyğəmbərlərə iman gətirmək lazımdır. Bütün Peyğəmbərlərə. Biri deyir ki, mən iman gətirmişəm, ancaq İsa'ya inanmıram. Peyğəmbər kimi. Peyğəmbər kimi qəbul edirəm. Düzgün deyil. Gərək bütün Peyğəmbərlər, xüsusən də o 25 hansı Quranda zikr olunub, onlara iman gətirmək lazımdır adlarına. Ki, Peyğəmbərdir, Rəsuldur. Həmçinin Muhammed sallallahu aleyhi ve sellem axırıncıdır. İman gətirində bu etiqad olmalıdır. Ki, məsumdular dəvətdə. Dəvətdə məsumdular. Yəni, səhv eləməzlər. Amma həyat tərzində səhv eləyə bilərlər. Həyat tərzində səhv eləyə bilərlər. Çünki məsumluq bizdə odur ki, yəni dəvətdə məsumdur Peyğəmbər. Günahsızdır. Yəni səhv eləməz. Amma həyat tərzində səhv eləyə bilər. Çünki insandır. O da insan olur. Aydındır, necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem namazda çaşdı bir dəfə. Deməli, 4 rükət namazı 2 qıldı. Aydındır. Sonra dedilər ki, belə-belə qalxdı, 2 də qıldı, səhv səcdəsi elədi. Və olub bəzi hallar, məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem və ya ondan qabaqki Peyğəmbərlər, Quranda da fikir verirsiniz, ayələr var ki, Peyğəmbər məsələn tövbə elədi. Hansısa bir neçə iş görmüşdü, tövbə elədi. Məsələn, bəzi firqələr var, onlarda məhsumluq məsələsi Allaha xas olan sifətlər verir. Məsələn, elə firqələr var ki, deyir, məsum bir dənə Peyğəmbərlər deyil. İmamlar da məsumdur. Və hətta məsumluğu olar, deyiblər, hətta səhv eləməz.
Bu düzgün deyil. Çünki Allaha xas olan sifətdir. Allah da səhv eləməyən. Amma insan səhv eləyər. Özü malalı nədir? Onlar deyirlər, doğulan gündən səhv eləmir. Doğulan gündən. Yəni, imam doğulan gündən səhvsizdir. Özü birisi də, yəni, imamilər deyirlər ki, imam doğulanda buddan çıxır. Birisi də, yəni, buddan çıxır, yəni, oradan çıxmıyor. Yəni, ayıb olduğuna görə, yəni, çünki imamdır, elə məqamdır ki, oradan çıxmaz. Subhanallah. Və həmçinin, deyir görür ki, 12-ci çıxan kimi səcdəyə gedib, yaxınladı və otaqda biri asqırıb. Deyəndə, əlhamdülillah, imam çövürülüb, deyib ki, yarhamdullah. Yəhlikumullah və üstü bəlikum, cavab verir. Yəni, doğulan gündən səhvsizdir. Olmaz, bu Allaha aid sifətdir. Düzdür, birdən dəlil gətirə bilərlər ki, bəs 3-4 uşaq axı danışır peşikdə. Peşikdə danışır. Düzdür, danışıb necə söhbət eləməyib, daha oturub sən əhvalatlar danışmıyıb. Bəzi hallarda Allah Teala onları danışdırır, o da ehtiyac olur. Amma belə məsələn, otur, söhbət elə, belə şey olmuyor. Ona görə səhvi inkar olunmaz bəşərdən. Bəşər səhv eləməyi onun kamilliyindəndir. Aydındır. Səhv eləməyən Allahdır. Ona görə Peyğəmbərlər məsumdur və lakin dəvətdə. Amma həyat tərzində səhv eləyə bilərlər. O, bu da olan kamilliyindəndir, insan da olur. Aydındır. Sonra həmçinin yoldaşlar, kitablara iman həmçinin odur ki, gerək iman gətirməlisən bütün kitablara. İncilə, Tovrata, biz əlhamdülillah hamısını qəbul edirik. İman gətirmişik. İsa'ya nazil olan Tovrata, İsa'ya nazil olan İncilə, indiki yox tabii. Zabur, İbrahimin səhifəsi və başqa Peyğəmbərlərin səhifələri. İman gətirir. Aleyküm. Həmçinin imandandır ki, iman rükunlarındandır həmçinin axirət gününə inanmaq. Axirət gününə də inanmaq o deməkdir ki, axirət gününə nə vaxtdan başlayır? İnsan öləndən sonra. İnsan ölməyi kiçik axirətdir. Aydındır, kiçik axirətdir, deyirlər ona. Ona görə insan öləndən sonra mələklərin gəlməsi, qəbrin sıxılmağı, həşir, qəbirdən qalxmaq, ərasata gedmək, tərəzi, tər, Allah Subhanahu hər kəsi təkbirdə soru-sola tutması, sirat, cənnət, cəhənnəm, bunlar hamısı ahirətə iman deyəndə onun içindədir. Məsələn, biri desə ki, mən Allah ahirətə inanıram, ancaq cənnətə inanmıram. Kafirdir. Və ya məsələn, biri desə ki, mən ahirətə inanıram, amma məsələn, tutaq ki, həşrə inanmıram. Kafirdir. Həmçin qəbr əzabı s. Aydın qardaşlar, iman Allah və Rasuluna, mələklərə, kitablara, Peyğəmbərlərə, axirət gününə gəlbab bunlar belə olmalıdır iman. Həmçinin, qardaşlar, qədərin xeyrinə və şərinə. İman gətirmək lazımdır ki, qədər xeyr və şər Allahdandır. Xeyr və şər həmçinin. İndi müəllif gələcək, yəni məsələ barədə. Sadəcə demək istəyirəm ki, ən ağır məsələlərdən biridir, qədər. Allah Subhanahu sirridir və heç kəs bunu tali elə bilməz. Həmçinin bu yazılıb. Necə ki, rivayətli gələcək. Allah Subhanahu qələmi yaratdı və dedi ki, yaz. Yerlərin, göylərin hələ yaranmamışdan 50 min il əvvəl qabaq, öncə. Təsəvvürlə. Yerlər, göylər hələm yaranmayıb, Allah Teala qələmi yaratdı və dedi ki, yaz. Dedi, nə yazın, dedi, nə olacaq? Aydındır.
Və lakin bu hədis dəlildir ki, qələm birinci yaranıb. Alimlə ixtilaf ilə onda ən birinci nə yaranıb? Allah Teala ən birinci nəyi yaradıb? Bu hədisə fikir versəz, qələmdir. Amma yox, başqa dəlillər var ki, ərş artıq yaranmışdır. Çünki Allah Subhanahu qələmi yaradanda ərş artıq var idi. Və su. Ərş onun üzərindədir. Alim qardaşlar, ərş qələmdən qabaq yanır. Səhih budur. Ərş qələmdən qabaq yanır. Burada müəllif rahmetullah aleyhi bir neçə rivayət gətirir. Və təbii ki, qəza qədər inkar eləməyi Allah Subhanahu yaxşı zəndə olmamaqdır. Və biz görəcəyik ki, bəziləri şişirdiblər, elə şişirdiblər ki, isbatda şişirdiblər və bəziləri də inkarda şişirdiblər. Hətta azıblar. İnsan həm isbatda, həm inkarda sərhəd olmalıdır. Yəni, biz görürük ki, sərhəd olmayan azır. Necə ki, məsələn, təkfirdə sərhəd olmayan azır. Həmçinin sevgidə. Aydındır, həm sevgidə, həm hər şeydə. Bu sərhədi kim təyin edir? Şəriət. Deməli, qəza qədərə iman gətirmək vacibdir. İmanın əslidir və qəza qədəri də necə tərif edib? Məsələn, biri sənə desən ki, qəza qədər nədir? Burada Şeyh Salih, Hafizullah, gözəldir. Məsələn, deyir ki, bəzi alimlər deyir ki, İnnəl qadar huva ilmullahi səbiq bil əşya. Yəni, qəza qədər iman odur ki, Allah Subhanahu Taala'nın hər bir şeyi bilməsidir. Yəni, elm olması. Allah Subhanahu Taala hər şeyi qabaqcadan bilir. Yaradandan sonra yox, yaranmamışdan qabaqdan. Hər şey. Allah Taala'nın əvvəli yoxdur və hər şeyi bilir. Və həmçinin kitabətuhu ləhə fil-lavhil mahfuz. Həmçinin qədəri şərhləyəndə demək lazımdır ki, Allah Teala birinci hər şeyi əvvəlcədən bilirdi və hər şeydə yazır. Hər şey yazır və umumu məşiyyətihi və həmçinin hər şey onun istəyilə olur və xalquhu lil-a'yan və həmçində hər şey xəlq eləyən odur. Hətta əməli də. Burada müəllif rahimehullah bu tərif yaxşıdır, geniş olsa da qəza qədərə imanın 4 dənə əsasını qeyd edir. Qəza qədərə iman 4 əsasla olmalıdır. Bunlar olmalıdır. Birinci, iman gətirməlisən ki, Allah Teala hər şeyi bilib, hər şeyi yazıb, hər şey onun istəyin olur və hər şey xaliqi odur. Biri olmasa qəza qədərə iman gətirməmsən. 4 dənə olmalıdır. Birinci, Allah Teala hər şeyi bilib, ikinci yazıb, üçüncü hər şey onun istəyilə olur və dördüncü də hər şey xəlq eləyən olur. İndi gəlir qabaqda. Sadəcə ümumi birinci deyirəm ki, yeri gələndə aydın olsun inşallah. Və Allah Subhanahu kifayət qədər mövzusunda ayələr çoxdur. Ayələr çoxdur, qardaşlar, qədər mövzusunda. Və məsələn, Allah Subhanahu buyurur ki, Təkvir surəsində və mə təşəunə, siz istəməzsiniz, illə ən yəşə Allah, hətta Allah istəməyincə. Hətta Allah istəməyincə. Bağladı insanın istəyin Allahın istəyinə. Rabbul ələmin. Və mə təşəunə başqa ayədə deyir ki, İnsan surəsi 30-cu ayə. Və mə təşəunə illə ən yəşə Allah. Siz istəməzsiniz, hətta Allah istəməyincə. İnna Allah kənə alimən həkimə. Və belə ayələr çoxdur, qardaşlar. Həmçinin Allah Teala hər şeyin xaliqidir. Allah Subhanahu buyurur ki, "Vallahu xalaqakum və ma ta'malun." Allah sizi xəlq eləyib və əleyhissalam və sizin əməllərinizi də xəlq eləyib. Və əməllərinizi də xəlq eləyib. Allah sizi və əməllərinizi xəlq eləyib. Həmçinin Allah Subhanahu başqa yerdə buyurur ki, Allahu xaliqu kulli şey. Allah hər şeyin xaliqidir, hər şeyin. Öyle bir şey yoxdur ki,
Elə bir şey, mən gətirdim. Elə bir şey yoxdur ki, o onun xəlqindən bayırda olsun. Əgər desək, deməli, xaliq 2 dənədir. Bu naqislidir. Xaliq bir dənədir. Ona görə Allah subhanətlə, Allahu xaliq kulli şey. Allah hər şeyin xaliqidir. Və təbii ki, burada qrammatikadır, ərəb dilində şey, nəkərəsiz gəlib, qeyri-müəyyənsiz, bu ümumiyyət dəlalət dili və s. və s. Lakin mövzumuz, yəni çox, yəni dərsdə çalışırıq, qıssa olsun, aydın olsun kəlam, yəni kəlmələr. Ona görə də mövzu da ağırdır biraz. Və həmçinin arkadaşlar, bu qədər mövzusunda inkar eləyənlər olub qədəri, isbat eləyirlər, həddə aşıblar. Məsələn, qəza qədəri inkar eləyənlərdən, məsələn, əl-qadariyyəlğulat deyirlər olaraq, həddə aşanlar, qədərilər. Onlar deməli inkar ediblər. Allah Teala elmin inkar ediblər. Deyiblər, Allah Subhanahu Taala əzəli elmi yoxdur. Yəni bir şey olandan sonra bilir. Bu da naqislidir. İnsan belədir, bir şey olandan sonra bilir. Ondan öncə qabaq bilmir. Amma Allah Subhanahu Taala elə deyil. Ona görə onlar inkar ediblər. Elmi, Allah Subhanahu Taala elmin. Onlar kafirdir təbii ki. Çünki tövhid əslindən artıq batildir. Və bəziləri qardaşlar yazılmağı inkar edir ki, yazılmayıb işte. Yazılmayıb. Bəziləri bunu da inkar edir. Və təbii ki, bunlar da kafirdir. Elmlə yazılışı inkar etmək küfürdür. Və amma məsələn, Allahın istəyi ilə xəlqi inkar eləyən kafir olmur, asidir, yəni kiçik küfür sayılır. Əvvəlki elmlə kitabı, yazılışı inkar eləyən kafirdir, dindən çıxır. Amma qədər biz dedik 4 hissədən ibarətdir. Elm yazılır, istək, xəlq. Əvvəl ikisini inkar eləyən kafirdir. Şeyh Salih deyir, rahmanullah. Amma axır ikisini inkar eləyənsə, düzdür, bidətçi olsa da, azmış olsa da, təkfir olunmur. Və burada müəllif, rahmanullah, deməli, birinci rivayəti İbn Ömər rivayətidir. Buyurur ki, وَالَّذِي نَفْسِ İbn Ömər بِيَدِهِ لَوْ كَانَ لِأَحَدِهِمْ مِثْلُ أُهُدْ ذَهَبَ ثم أنفقه في سبيل الله ما قبله الله منه حتى يؤمن بالقدر ثم استدل بقول النبي صلى الله عليه وسلم الإيمان أن تؤمن بالله وملائكته وكتبه ورسله واليوم الآخر وتؤمن بالقدر خيره وشره. Muslim. İbn Ömər bu rivayəti İmam Muslim, fikirləsə İmam Muslim birinci hədis onu gətirib. Qədər mövzusunu gətirib. Buxari niyyət məsələsində gətirir. İnnəməl əməlu bir niyyət. Əməllər niyyəti görədir. Ən birinci hədisi. Amma Muslim bunu gətirir. O da Bəsrədən biri gəlir İbn Ömərin yanına. Məkkəyə. Və deyir ki, bizdə Bəsrədə qədəri inkar edirlər. Qədəri inkar edirlər. Və İbn Ömər də deyir ki, and içir Allah Subhanahu Taala deyir ki, əgər Uhud qədər, Uhud dağı qədər qızılları olsa və Allah yolunda sərf eləsələr, Allah Taala onlardan qəbul eləməz onu, hətta qədərə iman gətirməyincə. Yəni kafirdirlər. Çünki Allah Subhanahu kimdən qəbul edir? Müsəlmandan. İbn Ömər də deyir ki, yəni onlardan Allah Taala qəbul eləməz, Uhud dağı boyda qızıl versələr Allah yolunda. Çünki nə? Çünki kafirdir onu görə. Qədərə, hətta qədərə iman gətirməyincə. Və onu göstərir ki, qədərə iman gətirməyə vacibliyi və dəlil də gətirir İbn Ömər radiyallahu anhuma, gətirir ki, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, iman ən tu'min billahi
və mələikətihi və kutubihi və rusuli, hansı ki 6 dənə namaz rükünü gətirir və vəl-yevmil axir və tu'min bil qədəri xeyri və şərri. Bəzi rivayətlərdə qardaşlar, bəzi hətta bidətçilər bunu dəlil gətirir ki, imanın şərti 5-dir, 6 yox. Çünki Quranda 5-i qeyd olunur bir yerdə və bəzi hədislər var 5-i qeyd olunur. Ona görə inkar ediblər imanın 6 olmağı. Onlar ki, batıl deyil. Və kimlər ki, belə deyir, onların başqa məsələlərdə də problemləri var. Aydındır, azmış dəstələr də olan. Azmış əqidələrdir. Sadəcə, biz nə üçün deyirik? Birinci, imanın 6 qismi olmağı, hissədən olmağı. Gəlib başqa hədislərdə, bəzi hədislərdə 6 olmasa da, 5 olsa da, başqa hədislərdə 6 var. Və biz cəm edirik. Həmçinin ayədə qeyd olunmağı 5-ini, lakin qədər mövzusunda ayələr kifayət qədərdir, çoxdur Quranda. Şərt deyil, yəni tərtiblə gəlsin. Aydın da ola bilər, tərtiblə gəlməsin, lakin müsəlmanlar onu saysınlar. Ona görə iman 6 dənədir. 6 hissədən ibarətdir, rükünə. İman mələkləri, Allaha iman, Peyğəmbərlər iman, mələklərində, kitablarına, axirət gününə, qədərin xeyrinə və şərrinə iman getirmək. Ona görə bu hədisdən görürsən ki, yəni iman 6 hissədən ibarətdir, hamına iman vacibdir. Ümumən təfsilatla hamısı hər bir şeyinə aiddir və həmçinin sahabi də qeyd edir ki, buna iman gətirməməyə nədir? Küfürdür. Yəni, iman gətirməyən müsəlman deyil. Xüsusən də qədər. Və sonra həmçinin müəllif rahimullah burada Ubad ibn Samitin rivayətini getirir. Deməli, burada İbn Ömərin rivayətində getirir ki, qədərin xeyri və şərri hamısı Allah Taala'dandır. Lakin bəzi rivayətlərdə gəlir ki, şər Allaha nisbət olunmaz. Şər Allahdan deyil, yəni nisbət olunmaz. Amma Allahdandır. Sadəcə Allaha nisbətən hamısı xeyirdir. Məsələn, elə şeylər var ki, bizə görə şərdir, amma Allaha görə xeyirdir. Aydın qardaşlar, Allaha görə Allah Subhanahu taala hikmət sahibidir, hikmət kamildir. Hər bir şeyi hikmətə görə yaradıb və ona görə də onun nə yaratdığı hamısı xeyirdir. Şər nisbət olunmaz ona. Amma ola bilər bizə görə şərdir. Və məsələn, tutaq ki, amma o şərdə xeyirdir. Xeyir də var. Aleyhisselam. Məsələn, uşaq tutaq ki, biri xəstələnib, əməliyyat lazımdır. Və biz də bilik, həkim onu kəsəcək, doğrayacaq, qanaxacaq ondan. Şərdir. Olar ki, onda xeyir də var. Ona görə özümüz aparır, özümüz gedirik. Aydındır, ağrıyacaq. Amma xeyirdir. Xeyir var orada. Belə məsələn, hərdən uşağı döyürsən, vurursan belə, tərbiyə cəhətindən. Şərdir, xoşu gəlməzdir, lakin xeyirdir. Allah Subhanahu taala hərdən bəlalar verir ki, insanlar qayıtsın. Ola bilər insanlara üçün bu şərdir, amma Allah üçün xeyirdir. Və bunda xeyir var. Aydın qardaşlar, yəni o hikmət sahibidir. Hikmətlə bağlıdır hər bir şey. Və sonra Ubad ibn Samitin radiyallahu anh'ın rivayətində gəlir ki, "Ənəhu qalə li ibnihi." Qalə li ibnihi, "Ya buney, innəkə lən təcid ta'mələ imani hattə ta'ləm əmmə mə əsabəkə ləm yəkun li uxtiyək və mə əxtəəkə ləm yəkun li yusibək." سمعت رسول الله صلى الله عليه وسلم إن أول ما خلق الله القلم فقال له اكتب فقال يا ربي ماذا أكتب قال اكتب مقادير كل شيء حتى تقوم الساعة يا بني سمعت رسول الله صلى الله عليه وسلم يقول من مات على غير هذا فليس مني. Burada Ubad ibn Samit'in rivayeti də qeyd olunur ki,
Deyir ki, qalə li ibnihi, oğluna deyir. Yəni, oğluna qədəri öyrədir. Başa salır. Bənim üçün Peyğəmbər sallallahu aleyhi ve sellem İbn Abbas'a da qəza qədər məsələsində toxunur və deyir ki, bilginən ki, əgər Allah Taala sənin üçün xeyr yazıbsa, bütün dünya yığılsa, onu qabağını alsınlar, onu qabağını ala bilməzlər. Bilginən ki, əgər şər yazıbsa, bütün dünya yığılsa, onu qabağını almağa qabağını ala bilməzlər. Artıq mürəkkəb, kitablar bağlı mürəkkəb dənə quruyub. Peyğəmbər də sallallahu aleyhi ve sellem təlimində qəza qədəri öyrədirdi uşağa. Yəni, həli olanda, qardaşlar, daxildə bir rahatçılıq olur. Çünki insan bilir, nə özündən eləyir, ümumiyyətlə, insana ixtiyar verilib, yoxsa indi gələcək ona. Nə özündən eləyir, nə özündən asılı olmayaraq oldu. Özündən asılı olmayaraq da bir şey olanda, bəlad olanda, mümin sakitdir, deyir ki, qəza qədərdir. Vəssalam. Təbii ki, hər bir insan istəyir xeyr olsun. Lakin birdən elə şeylər olur ki, özündən asılı olmayaraq. Onda nə inirsən? Sən qəddar Allah maşallah. Yəni, Allah Teala qəza qədəri beləymiş. O da gətirir rahatçılıq. Amma hansılar ki, qəza qədərə iman gətirməyənlər, onlar görürsən xəstələnir, onlar görürsən ölə bilər, infaq vurur və s. və s. və s. Hamısı nədən qəza qədərə iman gətirməməkdən. Düzgün iman gətirməməkdən. Amma kim ki iman gətirir, rahatdır. Rahatdır. Daxilən rahat olur. Və burada deyir ki, qalə li ibnihi ya buney, ey oğlum. Yəni, bunu göstərir ki, atanla oğlun münasibəti. Ata belə şirin dillə oğlunla danışmalı. Ya buney, ey evladım. İnnəkə lən təcid tahmələ iman. Sən imanın ləzzətini duymazsan. İmanın ləzzətini hiss eləməzsən, tə'aməl iman, həttə ta'ləm ənəmə asab. Yəni, hətta onu bilməyincə ki, nə baş verir, yəni səndən asılı olmayır. Yəni, tutaq ki, əgər bir şey pislik olubsa, onun gör ki, qabağını ala bilərdin və ya məsələn, tutaq ki, nəsə savab iş görmürsən, onun nə xəta olubsa, onu dəyişdirə bilərdin, mümkün deyil. Ta iman gətirməyincə qədərə, qəza qədərə ki, Allahdan hər şey. Yəni, imanın ləzzətini hiss eləməzsən, hətta buna iman gətirməyincə. Ki, nə baş verir Allahdandır. Yəni, bunu göstərir ki, imanın ləzzətinə bağlıdır. İman gətirməyən qəza qədərə imanın ləzzətini hiss eləməz. Çünki imanın ləzzəti var. İmanın ləzzət almaq var. Və sonra buyurur ki, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem eşitdim. İdə əvvələ mən xələqəllahul qələm. Allah-u Teala ən birinci qələmi xəlq elədi. Lakin, artıq ərşi xəlq eləmişdir. Ərş yəni taxt. Ərş yəni taxt. Allah ərşə istiva eləyib. İstiva, yəni yüksəlib. Bir rivayətdə oturub. Ərşə istiva eləyib. Necədir bilmirik. Aydın qardaşlar. İnnə əvvələ mə xələqəllahul qələm. Ən birinci Allah-u Teala qələmi xəlq elədi. Fəqalə ləhu uktub. Xəlq eləyən kimi dedi, yazginə. Fəqalə ya Rabbi müədə əktub. Dedi ki, qələm cansızdır. Amma Allah-u Teala cansızla danışır və danışdırır. Qalə mədə əktub. Qalə uktub məqadir kullə şey. Hətta təqumə sə'a. Hətta qiyamət gününəcə nə olacaq, hər şey yazır. Və uşağı öyrədir, ha. Allah Teala hər şey yazır. Və bu hədisdə də görsəlir ki, Allah Teala hər şey yazıb və hər şey bilib. Qədərin iki hissəsi burada var. Və başqa rivayətdə deyir ki, Şeyh Rahimullah və fi rivayəti İbn-i Vahb qalə Rasulullah sallallahu aleyhi ve sellem fəmən ləm yu'min bil qadar xeyrihi və şərrih əhrəqəhullahu bin nar. Əgər deyir ki, başqa rivayətdə gəlib ki, kim qədər xeyrinə və şərrinə Allahdan olmağını iman gətirməsə, Allah Teala onu cəhənnəm odunda yandırar. Yəni, vacibdir, imanın vaciblərindəndir, qardaşlar. Aydındır. Və fi musnəd və sünən ən İbn-i
عن ابن الديلمي قال آتيت أبي كعب فقلت في نفسي شيء من القدر فحدثني بشيء لعل الله يذهبه من قلبي فقال لو أنفقت مثل أحد ذهبا ما قبله الله منك حتى تؤمن بالقدر وتعلم ما أصابك لم يكن ليخطئك وما أخطأك لم يكن ليصيبك ولو مت على غير هذا لكنت من أهل النار فقال فأتيت عبد الله بن مسعود وحذيفة بن يمان وزيد بن ثابت كلهم حدثني مثل ذلك عن النبي صلى الله عليه وسلم حديث صحيح رواه الحاكم في صحيحه aleyhisselam. Yəni həmçinin başqa rivayətdə gəlir ki, Peyğəmbər deməli başqa hədisdə gəlir ki, deyir ki, İbn Deyləmi deyir ki, gəldim Ubey ibn Kəbin yanına. Ubey Kəbin yanına. Bir qədər bu arada qəlbimdənsə şübhə var idi. Qəza qədər bu arada qəlbimdənsə şübhə var idi. Dedim ona, hətta soruşdum ki, hətta şübhəm geçsin. Yəni bu onu göstərir ki, insan şübhə olanda soruşsun. Soruşmalı özdə bilən adamdan. O da gəlir sahabinin yanına. Və sahabi də ona nə deyir? Deyir ki, əgər necə əvvəlki rivayət keçdi bizdə ki, Uhud dağı boyda Allah yolunda nəsə versən, Allah Taala səndən qəbul etməz, hətta Allahın qədərinə iman gətirməyincə. Və bilginən ki, nə baş verir Allahdandır və nə baş verir deməklə ki, belə eləsəydim olmazdı və s. Olandan sonra artıq deyilən ki, qutardı. Allahın qəzası beləymiş. Və əgər sən başqa əqidədə ölsən, bu əqidədə yox, başqa əqidədə ölsən, cəhənnəm əhlisən. Sonra deyir ki, gəldim Abdullah ibn Məsudun yanına. Onu göstərir ki, bir dənə məsələni neçə nəfərdən soruşmaq olar. Aydınlığı xüsusən məsələ ağırdısa. Məsələ ağırdısa soruşmaq olar. Ona görə deyir ki, ravi gəldim Abdullah sahabədən soruşandan sonra gəldim Abdullah ibn Məsudun yanına. Sonra Hüzeyf ibn Yəmənin yanına. Və sonra Zeyd ibn Sabitin yanına. Onlardan da soruşdum. Onlar da mənə bu cür dedilər. Və salam. Və ona görə qardaşlar, yəni faydalardan bu fəsildə, babda, burada İbn-i Qeyyimin axırda Şeyx Salih rivayətini gətirir. Təbii ki, o ərşin əvvəl xəlq olunmağı barədə burada Nuniyyədən gətirir. İbn-i Qeyyimin Nuniyyə kitabından. Nuniyyədə nöş deyilir. Bu, alimlərimiz həmçinin bəziləri şair olurlar. Şeir yazma olar. Sadəcə pis şeylər yazma olmaz. Məsələn, asili izad belə, hədd aşmaq. Amma belə həddində şeir yazma olar. Ona görə alimlərdən, sahabələrdən vardı şairlər. Ona görə İbn-i Qeym də şairlərdən biri idi. Həm şair idi həmçinin. Məsələn, Şafii həmçinin şair idi. Bir dənə Divaniyə var kitabı. İbn-i Qeymin də şeirləri çoxdur. Məsələn, alimlərin fikir versən, əqidəni şeirlə yazıblar. Şeirdə. O şeiri əzbərləyirsən, əqidəni bilirsən. Məsələn, hədis elmi şeirləndir. İndi, baxçı deyirəm, uşaqlar üçün var, Beyquniyə şeiri 36 hissədən ibarətdir. Onun bildiyim hədis elmindən məlumatım var. Yəni, elm tələbələr aslında, yəni, balacalar üçün, yəni, öyrənmək üçün. Amma belə məsələn var, əlfiyyə hədis elmində. Əlfiyyə İraqi. 1000 dənə beytdir. Onu öyrənsən, hədis elmini bilirsən. Həmçinin Suyutunun var, əlfiyyə. 1000 dənə. 1000 dənə beyt. Var məsələn, qiraətdə İmam Şatibinin 1000 dənə beytdir. 7 cür qiraəti. Məsələn, 7 cür qiraəti oxumaq üçün o əzbərliysən, orada sən o şeirdə öyrədir, necə oxuyunən, filan qiraəti filan. Cavab verəndə sənin şeirlə deyirlər. Var qrammatika, ərəb dilinin qrammatika şeirlə. Əlfiyyə. 1000 dənə beytdir. Aleyhisselam. Əlfiyyə, 1000 dənə beyt. Əzbərlədin, qrammatikanı bilirsən. Fiqh var şeirlə. Aydındır, fiqhdir. Məsələn, Dastamazın bütün qüsul və s. şeirləndir.
İndi İbn-i Qeymdə Nuniyyəsi var bir dənə. Nuniyyə nə işləyiblər? Hər beytin axırı nun hərfi ilə qutarıb. Gör necə yazıb ki, şeiri. Və elə yazıb ki, hər bir beytin axırı nun hərfi ilə qutarıb. Nun. Ona görə adını qoyublar Nuniyyə. Burada İbn-i Qeymlə gətirir Şeyx Salih ki, 81-ci yalanıb qələmlə və deyir ki, وَالنَّاسُ مُخْتَلِفُونَ فِي الْقَلَمِ الَّذِي كَتَبَ الْقَضَى بِهِ مِنَ الدِّيَانِ Sən nunla qutardı. هَلْ كَانَ قَبْلَ الْعَرْشِ اَوْ بَعْدَهُ قَوْلَانِ اِنْدَ أَبِ الْعَلِي حَمَدَانِ Çətindir ya, belə laf çətindir qardaşlar. وَالْحَقُّ أَنَّ الْعَرْشَ قَبْلَ لِأَنَّهُ عِنْدَ الْكِتَابَةِ كَانَ ذَا أَرْكَانِ Görürsən, maşallah, rahimullah. Xülasə, yəni budur fəsildə, qardaşlar, yəni qəza məsələsində, qəza qədər məsələsində, odur ki, iman gətirmək lazımdır. 4 dənə əsasla. İman gətirməlisən ki, Allah Teala hər şeyi bilib, Allah Teala hər şeyi yazıb, Allah Teala hər şey istəyinlə olur, nə olur? Allah Teala hər şeyi xəlq edir. İnsan əməllərlə. Çünki bəziləri deyirlər ki, bu məsələdə bəziləri inkar deyirlər, qədər yoxdur, insan faili muxtardır. Yəni, insan tam ixtiyar sahibidir. Amma əhlüsünnə vəl cəmaə bəziləri deyirlər ki, yox. Nə oldu? İnsan məcburdur. İkisi də səhvdir. İnsan Allah Teala ixtiyar verir. İxtiyar var insanda. Amma tam yox. Aydındır, tam yox. İnsan özü bilir, hiss edir. Nə özündən olur, nə özündən olmur. Nə özündən olur, nə özündən olmur. Aydındır qardaşlar. Ona görə Allah Teala ixtiyar verib bizə, çünki ayələr var. Sizdən eləvəz var, dünyanı istəyir, eləvəz var ahirəti. Onu göstərir ki, insana ixtiyar verib. Aydındır, lakin ayələr də var. Siz istəməzsiniz, hətta Allah istəməyincə. Yəni, cəm eləmək lazımdır. Bir isə, kimlər ki, cəm eləməyib, azıb. Biri deyib ki, məcburdur, cəm eləməyənlərdən, biri cəm eləməyənlərdən, biri deyib ki, tam ixtiyar sahibidir. Onu xoşlayırlar bu sözü. İnsan faili muxtardır. Yəni, insan feilində tam ixtiyar sahibidir. Biz deyirik, yox. Tam yox. Elə şey var, insan məcburlarsa ölmək. İnsan vacibdir. Ölmək vacibdir, yəni. Məcburdur insan. Yəni, öz ixtiyarla ölmür. Düzdür, deyirlər ki, kimlərsə, imamlar məsələn, öz ixtiyarlarla ölürlər, yox. Aydındır, insan ölümdə vacibdir. Amma elə şeylər var ki, insan məsələn, seçim eləməkdə və s. Lakin bunlar hamısı bağlıdır Allah Subhanahu istəyinə. Sən istəyinə, lakin bir şey olmaz, hətta Allah Teala istəməyincə, əgər onu yazmayıbsa, aydındır, o əgər bilibsə, icazə verməyibsən və ya icazə veribsən, əlhamdülillah, xəlq eləyəcəksən. Ona görə həmişə Allaha istinad elə, Allaha sıxın. İşi gör, o demək deyil, otur günə, onda hər şey yazılıb, səhvdir. Birinci, sən nə bilirsən, səninlə yazılıb? Heç kəs bilmir. Biz bir şey olandan sonra bilirik ki, qədərdə belə yazılmış. Ondan qabaq bilmirik. Olandan sonra bilirik ki, qədərimizdə belə yazılıb. Biz çalışacaq. Çalışqınla xeyrə. Belə insan məcbur olmadığına görə, məcbur olsaydı onda qiyamət günü deyərdi, ya Rab, mənə nüş xalq elədin, indi cəhənnəmi savursan. Sən mənə məcbur eləmişsən bunları eləməyə. Yox, ixtiyar verilib. Peyğəmbərlər yollanmağı, kitabları yollanmağı, onu göstərir ki, insana ixtiyar verilib seçimdə. Aydın qardaşlar. Və salam, çox dərinə gedməyək bu məsələdə. Hələ bax, bunu iman gətirib, salam, bəsdir. Yəni, qəza qədər biraz ağır mövzudur, yenə deyəm. Bəs salam.